Bir makyaj fırçası qadının həyatını qaraltdı. 2015-ci ildə Avstraliyada inanılmaz bir hadisə baş verir. Jo Gilchrist adi bir gündə rəfiqəsinin makyaj fırçasını istifadə edir. Amma o, bu fırçanın həyatını alt-üst edəcəyindən xəbərsiz idi. Sən demə rəfiqəsinin bədənində qızılı stafilokok adlı təhlükəli bakteriya var imiş. Bu bakteriya Jonun dərisindəki kiçik bir kəsikdən qana keçərək onurğasına yayılır və nəticə ağır fəsadlar, təcili əməliyyat və əlil arabasına məhkum bir həyat. Bu bakteriya antibiotiklərə çox dözümlü olduğu üçün müalicəsi də olduqca çətin olur. Həkimlər nə qədər çalışsa da Jonun sağlamlığını tam bərpa etmək mümkün olmur. Bu hadisə gigiyena qaydalarına əməl etməyin vacibliyini bir daha xatırladır. Mütəxəssislər xəbərdarlıq edir. Başqasının kosmetik vasitələrindən istifadə etmək həyat üçün təhlükəlidir. Maraqlı məlumatlar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.